Xoş gördük əziz Valyuta izləyiciləri. Deməli, bugün maraqlı bir qonağımız var. O cəhətdən maraqlıdır ki, mən bugün bütün gün ərzində onun belə deyək, həyatı ilə bağlı bir araşdırmalar etmişəm və o məlumatların içərisinə həqiqətən çıxa bilmirdim. Bu şəxs deməli 9 yaşından pul qazanmağa başlayıb, hətta məktəb dövründən öz lisey pulunun ödənməsinə belə valideynlərinə dəstək olmaq üçün çalışdığı dönəmlər olub. O dövrün, məktəb dövrünü belə deyək də aktiv şagirdlərindən olub. Bilmirəm, o vaxt onu tanıyanlar gələcəyinin parlaq olacağını, milyonluq, milyardlıq layihələr quracağını düşünüblər, yoxsa yox? Bunu özündən soruşacağıq. Valyutaz olaraq qonağımız dəyəri milyonlarla ölçülən Poligraf AI startapının qurucusu Yaqub Rəhimovdur. Xoş gördük Yaqub bəy. Xoş gördük. Çox sağ olun dəvətiniz üçün. Mən milyonlarla dedim layihənin dəyərini. Hazırda layihənin dəyəri neçə milyondur? Hansı rəqəmlərə çatır? 9-0 olmağına az qalıb. Yəni milyarda yaxınlaşırıq. Aha, bəli. İnşallah ki, onu da qısa müddətdə yəqin ki, olacaq. Yaqub bəy, amma mən istəyərdim bu milyonluq layihənin əvvəl yaranmasının lap əvvəlindən danışaq. Çünki biz sizin uşaqlıq dövrünüzdən, məktəb dövrünüzdən danışdıq ilk olaraq. Mən sizi araşdıranda belə bir gördüm ki, Naxçıvanda Türk liseyində oxumusunuz. Flex proqramı ilə məktəb vaxtı ABŞ-a getmisiniz. Amma ilk hətta məlumatları aldığımda düşündüm ki, valideyn maliyyəsi ilə dəstək olub və hər şey şərait yaradılıb və bir baza formalaşdırılıb və bu gün də bu bazanın nəticəsindədir bu uğurlar, bu nəticələr. Əslində isə ümumiyyətlə bəs lisey təhsili kimin fikri idi məsələn? Bəlkə ondan başlayaq. Kimin fikri idi? Anamın. Mənim anam fizika müəlliməsi idi. Bir gün gəldi ki, 4-cü sinifdə oxuyuram, heç vaxt yadımdan çıxmaz. Oğlum bir tədbirə getmişdi. Orada lisey uşaqları idi tərcümə edənlər. Bilirsiniz də keçmişdə bir 30 il bundan qabaq, 25 il bundan qabaq ingilis dilini bilmək sanki dünyanı dəyişmək kimi görünürdü. Mən də səni də istəyirəm bura gedəsən, burada oxuyasan. Xəbərimiz yox idi ki, o vaxt demək anamın maaşından daha çoxdur oranın təhsil haqqısı. Amma il yarım sonra liseyə qəbul olduq, oradan başladı. Qısası anamın. Ananın sizə. Sizcə Yaqub liseydə oxumasaydı, yenə də bu uğurlar əldə edə bilərdi, yoxsa təməl həqiqətənmi lisey oldu? Burada məncə təhsil bir nöqtədir. Ailədən gələn dəstək ikinci əsas nöqtədir. Mən olmağımda əsas rol oynayan təhsildən savayı ailədir. Biz ailə ilə, yəni ailənin bir-birinə olan dəstəyi var. Bu maddi dəstək demək mənasına deyil. Mənim ailəm də deyə bilərdi ki, get oğlum oxu. Bizim olduğumuz yerdə uşaqlar qoyun quzu saxlayardılar, doğulduğumuz yerdə. Bizim olduğumuz yerdə mənim öz ailəmdə daxil olmağının maliyyə tərəfindən çətinlik olardı ki, bir-birimizə dəstək olardıq. Bizdə isə anam, atam, ana tezdən gedərdi məktəbə, gecə gələrdi. Gecə dediyimiz 6-7-də gəlib evə çıxardı məktəbdən. Atam da saat 9-da gedərdi, gecə 1-də, 2-də gözləyərdi ki, ata gələcək, onun üzünü görək. Nə üçün eləyirdilər? Onun üçün eləyirdilər ki, bizə bu təhsilimizə kömək olsunlar, masanın üstünə yemək qoysunlar. Yemək dediyim, indiki kimi hər şey deyil. Bəzən meyvə görərdik, bəzən heç görməzdik, bəzən ət görərdik, ət görəndə də toyuq olardı. Bu cür yaşamışıq. Amma ailənin insana, uşağa verdiyi dəstək və ailənin sənə deməyi. Mən həmişə deyirəm ki, mən birinci uşaq olmamışam, birinci ata olmuşam. Səbəbini soruşsaz. Böyük uşaqıydınız? Böyük uşaq olmuşam, babamın adı olub məndə. Heç vaxt mənim atam oğlum deməyib mənə, atam deyibdi mənə. O cür yanaşma da sənə öhdəlik verir. Bir böyük insan uşağa deyir ki, atam. Əmilərin və s. hamısı gəlib deyəndə sən artıq öz üstündə öhdəlik götürürsən ki, aha mən bunların atasıyam, atalıq da eləməliyəm. Necə atalıq eləyirsən, heç bilmirsən ata sözünün mənası nədir düzü. Oradan başlayır məncə əsas nöqtə. O məsuliyyəti özünüz üzərinizdə hiss eləyirdiniz ki, 9 yaşdan başladınız işləməyə, düşündünüz ki, mən də dəstək olmalıyam ailəyə. Düzü 9 yaş vaxtımı xatırlamıram, necə olub, nə eləmişəm. Amma mən hər dəfə həyatımı, keçmişimi bayaq sizlə başlamamışdan qabaq da danışdığımız kimi, keçmişi dəyişə bilməyəcəyimin əminəm.
sabahımı daha yaxşı eləyə biləcəyimə də daha da əminəm. Onun üçün daimi fikirləşirəm, fikirləşəcəyəm. Fikirləşirəm, bizim olduğumuz yerlərdən Amerikaya gedən olmayıbdı heç vaxt. Ən azından mənim yaşadığım vaxtlarda. Bir gün durdum ki, ata mən gedirəm Amerikaya. Haçan gedirsən? Gedirəm də 2-3 il mənə vaxt gedəcəyəm. Bu cür fikir olaraq, yəni vizual olaraq görə bilməlisən ki, hara gedirsən. Onu da sonra addım-addım həyata keçirəsən. Amerikaya getmək məsələsi o məktəbin son ilində olur, bir layihə çərçivəsində. 10-cu sinif. 10-cu sinifdə. O Amerikanı görəndən sonra artıq ölkədən çıxma bir arzusu yaranmışdı, yoxsa əvvəldən var idi bu arzu? Məsələ ölkədən çıxmaq arzusu deyil. Məsələ mən hər dəfə deyirəm, mən Azərbaycanda doğulmuşam, ABŞ-da olgunlaşmışam. I was born in Azerbaijan, made in the US mənasına. Burada doğuluruq, burada və s. oluruq. Dünyaya baxış bucağı məsələsi var ki, o orada yaranıb. Yəni Flex proqramına getməmişdən qabaq Yaqub sizlə belə normal dildə danışa bilməzdi. Mənim dil problemim vardı və s. Orada olan çətinliklər, nə bilim, kommunikasiya problemləri və s. mənim necə oldusa dilimin də düzəlməyinə gətirib çıxardı. Yəni insan həyatda bunu planlayırdım, balacalıqdan buna uyğun olaraq olmuşam deyil də, həyatın sənə verdiyi fürsətlər və çətinliklər üzərinə insan olur. Mənim özümə də aiddir bu. Bakalavr təhsilini Naxçıvanda alırsınız. Bir qismini. Sonra davamını ölkə xaricinə gedirsiniz. Demək, mən ABŞ-dan qayıtdım, Flex proqramı ilə ABŞ-a getmişdim. ABŞ-dan qayıtdım, dövlət imtahanını verdikdən sonra ailə ilə bir yerdə olum deyə Naxçıvana yazmışdım bu arada. Naxçıvana girdim, hətta universitetdə bir çox müəllimə mən ingilis dilindən dərs deyirdim universitetdə olduğum vaxtı. Həmin vaxtda Azerfonda işləyirdim. Azerfon təzə açılmışdı, Narmobile dediyimiz. Eyni vaxtda da Yapan birjasında ticarət eləyirdim. 3-cü kursa gəlmişdim artıq, çatdıra bilmirdim. Heç universitetə demək olar ki, getməyə hövsələm yox idi. Belə bir qərar almışdım ki, universitetdən çıxacağam. Universitetdən çıxacağımla eyni vaxtda da dövlət proqramı məsələsi yarandı. Dövlət proqramı ilə də fikirləşim, mən oturmuşam Azerfonda, Narmobildə işləyirəm. Dekabrın sonlarıdır. Mənə zəng gəlir ki, bəs sizi Təhsil Nazirliyindən zəng vurmuşuq, dövlət proqramına intervyuya dəvət eləyirik. Deyirəm ki, başım qarışıqdır, çox sağ olun, birazdan danışarıq, zəng verirəm telefonu. Və mesajı yaddan çıxıb, dinləmədiniz. Heç axırına qədər getmirəm. Gəlirəm evə, axşam, papagil, mən kompüter arxasındayım, bu dial-upla dit işimi görürəm və ya görməyə çalışıram deyək daha doğrusu. Bu vaxtda televizorda nəsə olur, həmin vaxtı Misir Mərdanovudur, təhsil naziri. Adını eşidəndə çönüb deyirəm ki, elə bunlar da bugün mənə zəng vurmuşdular. Deyirdilər ki, gələsən Bakıya. Papam elə onu eşitməyini deyir, çıx get Bakıya, səhər sorda olmalısan. Başlanğıcımız dövlət proqramına da gedirim, oradan da birbaşa qəbul alırıq. Ona görə Azərbaycandakı təhsil yarımçıq qalmış sayılır. Və getdiniz Hollandiyaya. Ümumiyyətlə, necə bir dünya idi sizin üçün düşdüyünüz mühit? Hollandiyaya gedəndə artıq məqsəd başqa idi məndə. Çünki artıq ticarət eləyirdim. Ticarət dediyimiz trading, financial markets, maliyyə bazarları. Ağlımda sadəcə rahat dünyanı görüm məqsədi idi. 1, 2, mən nə qədər də ingilis dilində danışsam da maliyyə bazarlarının dilini danışmırdım. Ora getməmişdən qabaq. Bu müddətdə bazarı başa düşüm, iqtisadiyyatı başa düşüm məsələsi idi. Naxçıvan Dövlət Universitetində nə qədər də iqtisadiyyat oxusaq da biz Hollandiyada olan iqtisadi bacarıqlarla qarşılaşdırıla bilməzdi. Bizim oxuduğumuz universitet International Business School Groningen Avropada ən yaxşı 5 biznes məktəbindən biri idi. Burada öyrənməyə başladıq. Öyrənmək də belə oldu ki, birinci semestr çox çətin oldu mənə. Özümdən arxayındım biraz. Hətta bir çox dərslərdən
tərcümə eləyə bilməməyə görə kəsildim. İndi necə Azərbaycan dilinə tərcümə eləyirəm, o vaxt Azərbaycan dilindən ingilis dilinə tərcümə eləyirdim ağlımda. İkinci semestrdə birbaşa təzə şirkətimizi qurduq, onun üzərinə bir çox fəaliyyətlərimiz oldu. Həm də yəqin ki, Azərbaycanda sizdə bir özgüvən var idi artıq. İş, təhsil, hər şey rahat idi. Ora düşdüyünüzdə düşünmüsünüz ki, hər şey yaxşı olacaq. Yox, məncə əksinə, ora Azərbaycanda hər şey çox çətin idi mənim üçün. Fikirləşin, bir insan 2007-8-i deyirəm, 20 yaşı olmayan bir insan, 18-19 yaşında biri bütün vaxtlar universitetdə oxuyur, bütün vaxtlar işləyir, ticarətlə məşğul olur, plus bir çox günlərdə universitetdə müəllimlərin bəzilərinə dərs deyir, əlavə Araz kursları vardı, orada dərs deyir. Məqsəd odur ki, bir yolunu tapıb adam olum. Qısacası bu sözü əsl mənasında insan olmağa çalışıram. O deyir, insan öz-özünü yaradır. Ora getdikdə isə bu adam olmaq nədir? Bunun mənasını başa düşməyə çalışıram. İnsan demirəm, adam sözünü. Çünki adamla Adəm deyək də biz varlığıq. Varlıqdan keçib adam olmaq lazımdır. Adamdan keçib insan olmaq lazımdır. Onu tapmağa çalışırdım həmin vaxt. Haqqınızda bir yazı oxudum. Orada qeyd olunmuşdu ki, Hollandiyaya getdiyiniz dönəmdə bir çətin dövrünüz olur. Bu dövrdə hətta 1 avroya bir həftə belə deyək də maliyyə cəhətdən idarə etdiyiniz dönəm olur. Təbii ki, indi avro o dövr üçün fərqli idi. İndiki kursla eyni deyil. Üstündən bir illər keçib. Amma məsələ nədir? Biz bu cür hekayələri eşidəndə bəzən insanlar deyirlər ki, real deyil. Ümumiyyətlə insanlar niyə bu cür düşünürlər? Çünki o həyatı yaşamayıblar. Xarici bir ölkədə olmamısan, ailənin olmamağı və ya öz dilində danışan kiminsə olmamağı və acından sözün əsl mənasında ölməyin nə demək olduğunu bilmirsiniz. Amma bu mənim üçün heç mənfi bu arada bir şey deyil. Mən çox şükür eləyirəm ki, o hallar mənim üçün olubdu ki, indi aclığın həm nə demək olduğunu, toxluğun nə demək olduğunu eyni vaxtda başa düşüm deyə. Yəni insan nə qədər böyük pullar qazansa belə artıq o hissi də başa düşür. Yəni insan unutmur yəqin ki o çətinliyi. Bəs nə vaxt yaxşı pul qazanmağa başladınız artıq Hollandiyadakı o özgüvən rahatlığınız oldu? Çünki gedən kimi orada artıq iş qurmusunuz. Böyük pulun mənası fərqli olur. Mən birinci ən böyük pulum deyərdim olubdu 12 yaşımda. Son zəng günü. Çünki 12 yaşımda olan o pulla ilk telefonumu almışam. Yəni o puldan böyük mən indiyə qədər hələ ki pul qazanmamışam. Nə üçün? Çünki ən çətin, gözümə görünən, ağlımda həmin vaxtda ən çatmaz olan nöqtə o idi. 12-13 yaşında. O qohumlar falan vermişdi, o puluydu? Mənə heç vaxt qohum heç bir pul verməyibdi. Aha, bəs onu... Mən həmin vaxtı artıq az-çox ingilis dilində, türk dilində bilirdim. Son zəng günü gördüm ki, Möminə Xatun türbəsinin yanında bir çox türklər durublar və bir-birlərinə sual verirlər ki, bu nədir? Və içlərində də bir neçə dənə xarici var. Yaxınlaşdım, bunlara köməkliyi göstərdim. Axırda da dollara çevirəndə $184 mənə pul verdilər. Tam rəqəmini deyirəm. Sadəcə şey kimi də, bəxşiş kimi deyək. O pul mənim üçün indiyə qədər qazandığım ən böyük puldur. Yəni ki, əslində, amma sonraki Hollandiyada iş qurduğunuz dönəmlərdən artıq uğurlu olmağa başladı mı? Yəni sizə qazanc gətirdi mi? Çünki çətinlik də müvəqqəti olur da. Təbii də, əgər biz işləyirik deyiriksə, müəyyən bir nöqtədən sonra pul artıq bir rəqəmə çevrilir. Mən hazırda öz maaşımı deyə bilərəm, mənim öz maaşım $1. Yəni $1 maaş alıram. Məqsəd odur ki, poliqrafı böyük bir şirkət eləməliyik ki, bu exit nöqtəsinə gəldikdə biz oradan gəlir eləyək. Hər şey maaş deyil. Mən sizə yəqin ki, suallarınızdan biri olacaq ki, həmişə deyirəm ki, dəli bir adam olmalısan ki, founder olasan. Aha, elə bir sualımız var. Məncə onu
Ona yəqin ki, gələcək, hə? Bəli, gələcək. Bəs indi belə sual yaranır. $1 maaş alırsınızsa, bəs əsas gəlir yeriniz hardandır? Bundan qabaq exitlərimiz olubdu. Onların maliyyəsi. Kassadan yeyirik. Yaqub bəy, demisiniz ki, Poliqraf 3-cü startapınızdır ki, uğurlu olur. Ondan əvvəlki 2 startapınızdan danışaq. Mən biri ilə bağlı oxuyanda orada qeyd etmişdiniz ki, bir çox ölkədə ofisi olub, bir çox ölkədə müştərisi olub. O hansı startap idi? İstəyərdim ondan danışaq. Seven Markets yəqin ki, haqqında danışırıq. Seven Markets mən universiteti qurtarandan sonra headhunterlardan biri Kiprə brokerlərdən birinə rəhbər olaraq məni işə götürdülər, headhunt elədilər. Bu müddətdə də işlədiyim vaxtı brokeri biz dünyanın ikinci ən böyük brokerinə çevirdik. Amma brokerdə işlədiyin zaman bazarın, marketin necə işlədiyini daha yaxşı görürsən. Və burada mən bir çox problemlər görmüşdüm ki, bunları aradan qaldırmağa çalışırdım və ən azından istəyərdim. Bunun üçün Seven Markets'ı yaratdıq. 2015-ci ildə brokerdən ayrıldım. Seven Markets'ı yaratdıq. Seven Markets'da da biz strateji konsultasiya və texnologiya xidmətlərini verirdik brokerlərə. Və bu ağlımıza gələn dünyada olan əsas brokerlərin 90%-i bizim müştəri idilər. Dünya dediyimizdə həmin o bazar əsasən Avstraliyanı əhatə eləyir, Avropanı əhatə eləyir və bəzi Asiya ölkələrini əhatə eləyir. Çünki ABŞ-da olan regulasiya tam fərqlidir. SEC, MiFID deyil də SEC əsas yanaşması tam fərqlidir. Bu şirkəti də 2020-ci ildə biz satdıq. Mən ABŞ-a təsadüfən bir tədbirdə çıxış eləmək üçün getmişdim. Fevral ayının 29-u 2020-ci il. Yəqin ki, bilirsiniz, martın 5-dən nə oldu artıq, Covid məsələlərinə görə. Mən bəlkə də sizə deyim, o bayaq adını çəkdiyimiz mart 2009-da olan o çətinliklər. Deyəsən, mart mənim üçün əsasən o qədər də gözəl aylar olmur. Martda da yenə 2020-də bu evsiz qalmaq, ABŞ-da gəlmirsən, otelləri bağlayırlar, Airbnb-lər yox olur. Plus 5 yaşında uşaq, 5 aylıq uşaq var, yoldaşım da yanımda. Otel deyir ki, bağlamışıq, yoxdur. Fikirləşin, götürmüşəm telefonu, zəng vururam qaldığım ailəyə. 2005-də qaldığım ailəyə. Deyirəm ki, yadınızdadır, belə Yaqub oğlan var idi. Deyir, hə. Deyirəm, gəlmişəm. Deyir, xoş gəlmişsən, qonaq gəlmək istəyirsən. Deyirəm, yox, tək gəlmək istəmirəm, 3 nəfərik. Plus yerimiz var ki, bir 3-4 həftəlik gələk qalaq sizə. Yəni, o cür... Razılaşdı? Təbii deməyim də, yaxşı ki də razılaşdı. Nəinki razılaşdı, bu öz ailəm kimi, öz ailəmdən istiqanlı olaraq yerini vermək, qeydimizə qalmaq, uşağın qeydinə qalmaq və s. kimi. Bu çətin məsələdir bu arada, sənədsiz olmaq. Sənədsiz dediyim, yaşamaq icazəsi olmadan. Düzdür, turist üçün qalmağa yerimiz var, icazəm var, yer deyil də icazə. Amma otel yox, Airbnb yox, turist vizasının heç bir mənası qalmır. Əhəmiyyəti qalmır. Və kiraya da heç nə götürə bilmirsən ki, orada SSN də elə, Social Security Number və credit score, bunların heç biri yoxdur. Yalnız, nə bilim, belə çətinliklə. Və həmin dönəmdə artıq satmışdınız layihəni. Xeyr. Bu müddətdə artıq müəyyən nüanslar yarandı ki, dekabrda, 2020-nin dekabrında Seven Market satıldı. Satmaq qərarı vermək çətin idi, yoxsa yox? Düzü, mən çox təəssüf eləyirəm ki, 2019-da satmadıq. Satdığımız komanda, eyni komanda 2019-da bizə 3 dəfə daha artıq qiymət qoymuşdu. 2020-də Covid və sair məsələlərinə görə bizim qiymətin qısacası 63%, 62% daha aşağısına satdıq 2019-dakı ilə müqayisədə. Amma 19 ölkədə əslində filialı olan bir şirkət idi. Fəaliyyəti olan bir şirkət idi. Ümumiyyətlə o şirkəti qurmaq sizdən nə tələb eləmişdi, nə qədər zamanınızı almışdı? Məsələn, indi Poliqrafla müqayisə edəndə o vaxt daha çətin idi hər şeyi qurmaq? Çətin deməyək, təcrübə azdır, network azdır.
ümumiyyətlə nəyisə qurmaq üçün ən əsası networkin olmalıdır. Kim olduğun, nə qədər gəlirin olduğu, nə iş olduğun, hardan olduğunun o qədər mənası yoxdur. Əsas networkdir. Kimi tanıyırsan, onlarla necə inam yaratmısan. Çünki biznes dediyində əsas nöqtə trust məsələsidir, inam məsələsidir ki, mən sənə inana bilərəmmi? Əgər bir insana biz bir biznesə deyirik ki, 200-300 min dollar bizə pul verəcəksən sənin bu xidməti vermək üçün. O 200 milyon mini və ya 2 milyonu olsun və ya sabah olsun vaxtı gələndə 200 milyon deyək. Bunu bizə verməyi üçün o adamın bizə inamı varmı, yoxmu? O nöqtəyə gəlmək lazımdır. 2015-də təbii ki, mən sözünü açıq desək, balaca uşaqdım. Nə qədər böyük, kağız üzərində böyük olsan da biznesdə balaca uşaqsan, heç kəssən. 2023-də poliqrafı yaradanda artıq Yaqub Rəhimovdum. Fərq ondan ibarət idi. Poliqrafdan 2 ortağınızla bağlı ümumi məlumatları, bəs digər öncəki 2 layihədə ortağınız kim olub? Hazırki həyat yoldaşım. Hələ bəzən deyirəm ki, bu şirkəti satanda yarı bölmək istəmədik, dedim hamısını götürürsən. Əslində xanımla 2 uğurlu layihə qura bilmisiniz. Aha. Xanımla ortaq olmaq necə idi, iş qurmaq necə idi? Həqiqətən belə o işin dərinliyinə gedəndə, o detalları izah eləyəndə, bunun evi və işi ikisini bir yerdə birləşdirəndə. Biz biznes olduğumuz müddətdə heç bir ailə məsələsi və sairimiz olmayıbdı. Yalnız ikinci biznesin ortasında olanda belə bir addımımız olubdu. Yoldaşım düzü mənim mən olmağıma, həyat belə Lego kimi götürsək, gənc olanda dəliqanlı deyirik Azərbaycan dilində. Dəli olur adam, onu eləyərəm, bunu eləyə bilərəm, amma bəzən mən həmişə deyirəm öz dostlarım arasında ki, xanım var adamı qırır, xanım var adamı qurur. Məndə xanım çox yaxşı ki, məni quran olubdu. Nəyi necə eləməyinə, struktura yerləşməyimə, disiplinə gəlməyimə əsas səbəblərdən biri olub. Yəni ona görə o 2 layihənin qurulmasında da və uğurlu olmasında xanımınızla 100%. bir yerdə olub. 99% onun, 1% mənim. O dəlililik məndən, struktur ondan. Bəs 3-cü layihədə xanım niyə ortaq olmadı? Çünki artıq özünün başqa bir startupı vardı. growthchannel.com baxmaq istəyənlər. Və bu startup kifayət qədər müvəffəq idi. Mənim marketinqə o qədər həvəsim yoxdur. Və bu marketinq texnologiya şirkətidir. Ona görə özü artıq o sahədə həm CEO-dur, həm founder'dır, həm də artıq gəlirli bir şirkətdir. Bəs hazırki ortağınız kimdir və bu həmin şəxslə necə tanış olmusunuz? Hazırki ortağım Vignesh Karumbayadır. Vigneshlə mən təsadüfi bir platforma üzərindən tanış olmuşam. Bu 2020-də olan qapanmalar vaxtında. Həmin müddətdə də İlham bəy var burada, Azərbaycanda. NBA Club'da və s. qrupları var. Nəzərimə çatdı ki, bu İlhamla bu adam, Vignesh, eyni LinkedIn kontaktları var. İlhamla zəng vurduq, danışdım ki, bəs mənə bir referans verə bilərsənmi? Bu eyni universitetdə oxuyublar, Michigan Ross'da və s. Əsas İlhamın bizə verdiyi ilhamdan desək başladınız. Oradan başlayıbdı bizim məhəbbətimiz, biznes məhəbbəti. Və yaxşı belə deyək də rəy verildiyi üçün artıq ortaq olaraq seçdiniz. Rəy bir tərəfdir. Artıq biz başlamışıq bir-birimizlə danışmağa, fikirlərin üst-üstə düşməyi var və bir-birini tamamlamağı var. Yəni təcrübənin bir-birini tamamlamağı var. Mən çox xaotik bir insanam. Mənim həyatımda struktur deyilən bir şey yoxdur. Böyük işlərlə məşğul olanda belə daimi kimsə ətrafımda olmalıdır ki, mənim xaosumu bir struktura yerləşdirə bilsin. Vignesh o xaosu struktur eləyən biridir. Ona görə bayaq da həyat yoldaşınızı dediniz. Yəni ortaq olaraq əslində sizi tamamlayan adam olmalıdır. Aha, bəli. 2 nəfər idiniz elə başlanğıcda da ortaq. Və başladınız. İdeya sizin ideyanız idi. Ümumiyyətlə birinci başlayaq. Ümumiyyətlə hansı problemi həll eləyir bu layihə? Ondan danışaq, sonra digər məsələlərə keçərik. Problem əsas bizim
poliqrafı başlamamışdan qabaqdır. Demək 2019-dan Seven Markets'da biz artıq OpenAI ilə biz partnerlik eləyirdik. Yəqin ki OpenAI-ı artıq indi ChatGPT üçün hamı tanıyır. Həmin vaxtı ChatGPT deyilən söz yox idi təbii ki. GPT-2 vardı. GPT-2-də də biz artıq brokerlərə məhsulu verirdik. Məhsul dediyimizdə süni intellekti verirdik. Bunlar da özləri üçün marketinq üçün və s. üçün məzmun hazırlayırdılar. Amma əsas problemlərdən biri o idi ki, biz görürdük brokerlər məxfi məlumatlar, belə heç yana verilməməli olan məlumatları verirlər OpenAI-yə və s. Problem də ondan ibarət idi. Biz hazırda poliqraf olaraq süni intellektdən istifadəyə köməklik göstəririk. Amma məxfi məlumatların heç vaxt AI-ya verilməməsi şərti ilə, süni intellektə verilməməsi şərti ilə və ya AI-ya hücumların qarşısını almaq şərti ilə və bunlar da bizim özümüzün yaratdığımız 17 ədəd kiçik dil alətləri deyək də, small language modelləri üzərinə eləyirik. Hazırda elədiyimiz sahədə biz dünyanın məxfiliyi ilə bağlı, privacy ilə bağlı ən accurate, ən dəqiq məhsuluyuq və eyni vaxtda da ən sürətli biz Google-dan, Amazon-dan, Microsoft-dan, ağlımıza gələn istənilən şirkətdən ən azı 17% daha dəqiq. Siz süni intellekt bu gün daha çox məşhurdur dünyada. Yəni belə deyək də sadə adamların da artıq məlumatlandığı səviyyədə, amma məncə 2023-ün əvvəlində siz başladığınız dövrlərdə o qədər də indiki kimi deyildi. Layihədən əmin idiniz o vaxt ki, yəni süni intellektlə bağlı layihə? Məsələ əminlikdə deyil, məsələ inamdadır. Əminliklə inam tam fərqli şeylərdirlər. Heç bugün mən əmin deyiləm ki, buradan çıxa bilərəm. Amma inanıram ki, buradan çıxa bilərəm. Sabaha inam lazımdır ki, bunu görürsən, conviction deyilir buna ingilis dilində. Conviction yaratmalısan ki, bu mending deyirlər, gələcəyin əyilməsi nöqtəsi. Sən gələcəyi dəyişdirib əyildə bilirsənmi öz istiqamətində, öz fikrin? Çünki gələcəyi ya sən qurursan, ya da sənin gələcəyi kimlərsə qurur. Bizim üçün, mənim üçün və bütün komandamız üçün belə bir məqsədimiz var ki, biz süni intellektin kiber təhlükəsizliyi, süni intellektin və dataların təhlükəsizliyi bölümündə olan gələcəyi poliqrafdan keçir. Dünyada əgər bir komanda varsa ki, bunu həqiqətən də insanlara məxfiliyi verə biləcək bir məhsulu çıxarır, o komanda məhz bizim komanda olmalıdır. Və buna inam lazımdır. Əminlik deyil, inam lazımdır və bunun üçün hər gün kiçik bir sıçrayış olsa belə, bu sıçrayışın üstünə inamı həyata keçirə bilməliyik. Biz bunu eləyirik. İlk investisiyanı nə zaman aldınız başladıqdan sonra? İlk investisiyanı mənim yaxın dostum var, Dustin Billington və eyni vaxtda da 10X Capital var. Angels, 10X Capital ikisi bir yerdə. Dustin eşitdi ki, bəs bizə 10X Capital investisiya qoyur. Onlardan 3 dəqiqə qabaq pulu hesabımıza Dustin göndəribdi. Bəzən deyirlər, ilk investorun əslində tanışların, dostların, yaxın çevrən olmalıdır. Aha. Onlar sənə inanandan sonra investorlar daha rahat gəlir. Ümumilikdə 15 milyona yaxındır deyəsən layihənin aldığı investisiya, yox sonradan var rəqəm? 12 milyon ətrafında. 12 milyon ümumilikdə. Deyək ki, ilk investisiyalar gəldi, indi 12 milyon. O sonraki investisiyalar almaq daha rahatdırmı artıq? Hərəsinin özünün çətinliyi var. Rəqəm böyüdükcə legal prosedurlar çətinləşir. İnvestisiya deyil. Burada legallıq məsələsi var. Misal üçün biz seed round eləyəndə təqribən 10 milyon ətrafında bir fundraising elədik. Bu fundraisingdə investorla razılaşmamız 10 gün çəkdi. 10 gün içərisində əl sıxışdıq, razılaşdıq və ondan sonra onlar öz advokatlarını gətirirlər. Sonra da sən öz advokatını gətirirsən. Bu advokatlar razılaşmaq istəmirdi. Fikirləşin, axırda investorla mən advokatları yığmışıq bir tərəfə, deyirik ki, əl çəkin, biz razılaşmışıq, bu terminlər normaldır, qoyun işimizi görək. 6 ay bunun üçün sadəcə advokatların belə deyək də mübahisəsi gedibdi. Hazırda bizim başqa böyük planlarımız da var, amma vaxt gələndə doğru vaxtda bunu da anonsunu verəcəyik. Biz keçən dəfə bir bu startaplarla bağlı bir layihədə orada bir şəxs bildirdi ki, startaplar o vaxt
belə deyək, investisiyanı rahat cəlb eləyirlər ki, artıq hər şey hazırdır. Ondan sonra investor özü gəlir. Ümumiyyətlə sizdə nə vaxt siz investorları axtarırdınız? Artıq nə vaxt bilmirəm, artıq o mərhələyə gəlmisiniz ki, investorlar sizi axtarır. İnvestor səni axtarır, sən investor axtarırsan. Bu məncə çox zəif nöqtədir. Burada heç vaxt səni heç kəs axtarmır və heç vaxt da sən durub boş-boş bunu səhv bəlkə də deyirəm. Bir çox halda insanlar düzgün planlaşdırılmamış investisiya strukturuna gedirlər. Mən açıq-aşkar deyə bilərəm ki, demək olar ki, heç vaxt pitch eləməmişəm kimə ki, düşüm misal deyək, kimin arxasınca gedim, mən ona axtarım, tapım, ona pitch eləyim. Heç vaxt belə bir fəaliyyətim olmayıbdı. Bayaq dediyim kimi, birinci 2015 olsaydı, 2015-də biz investisiya götürməmişik. Öz pulumu, öz qəpik quruşumu bir yerə yığaraq elədiyim şey olubdu. Ondan sonra 2020-də artıq exit eləyəndən sonra olursan Yaqub Rəhimov misal üçün. Mən öz pulumu qoymuşam, öz riskimi götürmüşəm, nəticəni görmüşəm və bu nəticəyə uyğun olaraq indi ikinci, üçüncü addımımı atıram. İkinci, üçüncü addımımızı atanda artıq gəlirlər sənə, sən seçim edirsən ki, kimə danışacağam, kimə nə elədiyimi deyəcəyəm. Və bunların da içərisində artıq evlənməyə gedirsən sanki, evlilik üçün partner tapırsan özünə. Çünki həyat yoldaşından ayrıla bilirsən, investorundan ayrılmaq heç asan məsələ deyil. Mümkünatsızdır demək olar ki. Onlar səni işindən qova bilərlər bir çox hallarda. Biz tərəfdə də fokusumuz belədir ki, biz bayaq başlanğıcda dediyimiz kimi çox güclü poliqrafda bizim networkimiz var. İstər investisiya sahəsində, istər müştəri sahəsində, istər dövlətlər sahəsində, istər işçi sahəsində və s. Bizim məqsədimiz özümüz kimi fikirləşənləri cəlb eləməkdir, investorlar da daxilində olmaqla. Neçə nəfər işçiniz var hazırda? Hazırda 25 nəfər ətrafındadır qlobal olaraq. Qlobal olaraq. Bunun Azərbaycan və çünki böyük qismi də bildiyim qədər Azərbaycandan. Bir qismi, böyük qismi deyil. Bir qismi Azərbaycandadır. Biz belə deyə bilərik ki, artıq keçən həftə etibarilə Poliqrafın Azərbaycan filialı aktivdir. İndi bunun tam rəsmiləşdirilməsi məsələləri qalıb ki, üzümüzə gələn bir neçə gün içərisində bunu da həll eləmiş olacaq. Neçə ölkədə bəs xidmət göstərirsiniz? Poliqraf ABŞ şirkətidir. Yalnız ilkin olaraq ABŞ-da fəaliyyət göstərmək üçün qurulubdur. Hazırda biz Yaponiyada biz Yapon dili üçün ən yaxşı süni intellekti məxfilik üçün və İsraildə fəaliyyətimiz var. Bəs məhsulun, belə deyək də, indi investisiyadan danışdıq, bir də məhsulun satışı məsələsi önəmlidir ki, investorlar buna fikir verirlər. Bəs məhsulun satışını necə apardınız? Orada kim, burada əsas sima kimi idi o şirkətlərlə danışan, onu həll edən, o müştəriləri gətirən? Asan idi mi orada müştəri tapmaq? İdi deyil, hazırda o davam edən, satış davamlı olan bir şeydir. Necə edirik? Bizim hazırda heç bir satış komanda üzümüz yoxdur. Yəni burada satışa baxan birbaşa özüməm, yəni müştərilərlə hələ də biz milyardlıq satış eləmirik. Yəni böyük rəqəmlərlə satışımız var, amma milyarda çatmamışıq. Milyardlıq şirkət qurmaq üçün satış edir. Ora çatmaq üçün satış eləmək lazımdır və bunun da strukturlu fəaliyyətinin həyata olduğuna daha doğrusu deyək. Əmin olmaq üçün birinci founder-led sales olmalıdır. Yəni founder tərəfindən olan satış olmalıdır ki, biz bunun üstünə fokuslanmışıq. Mənəm, Vigneşdir, hətta bizim product managerimiz var, Anardır. Hər üçümüz avtomatik olaraq satışa fokuslanırıq. Mən keçən ilki bir müsahibənizə baxdım. Orada qeyd etmişdiniz ki, ofisiniz yoxdur, bütün onlayn həll olunur bütün işlər. Bu dövr üçündə əslində şirkətiniz 12 milyon investisiyanı almışdı. Yəni bəlkə də yarım milyarddan da çox bir dəyəri var idi. Ümumiyyətlə bəlkə belə deyək də, milyardlıq şirkəti, ofis olmadan milyardlıq şirkət qurmaq nə dərəcədə mümkün idi? Bizim bundan qabaqki şirkətimizdə də demək olar ki, ofis olmayıb. Çox belə kiçik ofislərimiz olublar. Adına da ofis demək olsa. Poliqrafda bizim hazırda 2 ofisimiz var. Səbəbsə müəyyən məxfi müştərilərlə işləməyimizdir.
Bunun üçün ofis olmağı və regulasiyalar var. Misal üçün desək CMMC sertifikatı var ki, burada datanın müəyyən yerdə fiziki olaraq qorunması və s. var. CMMC. Bunun üçün bizim hazırda 2 dənə ofisimiz var. Bir ABŞ-da, Austin-də, Texasda, bir də indi gəlir Azərbaycanda. Yaqub bəy, poliqraf niyə uğurlu oldu? Və yaxud da ki, bəlkə digər layihələrinizin də üzərindən danışmaq olar. Yəni o bir müsahibənizdə də demisiniz ki, gecə ofisdə oturub işləyən işçiləriniz hətta olub ki, hansısa bir layihə tamam versin. Yəni bu cür işçilər hesabından uğurlu olub, yoxsa bu cür işçiləri bir yerə yığa bilən Yaqubun hesabına? Biz uğurlu deyilik, uğurlu olmağa gedirik. Biz startupıq. Yəni ən azından bura qədəri bir uğur bir yeri var da, yəni bir yerə qədər gəlib. Bu sözü deməkdə əsas məqsədim odur ki, əgər sən özünə desən, inansan ki, uğurlu olmuşam, bundan sonra sənin progresin istədiyin kimi yuxarı getmir. Biz uğurlu deyilik ona görə. Hələ ki uğura gedən yolun üstündəyik. Dağı dırmanırıq, çox aşağı ətəklərində bir yerdəyik. 700 milyon, 800 milyon, 1 milyard bunlar böyük nəticələr deyirlər. AI, süni intellekt dövründə hazırda 13 milyonluq, 20 milyardlıq, 80 milyardlıq, hətta trilyon dollarlıq iş görmək mümkündür. Bunun üçün çalışmaq lazımdır. Bunu çalışanda da founder'ın olmağı və onun vizyonunun olmağı çox vacibdir. Amma ondan da vacibi odur ki, mən tək olaraq Yaqub olsam, heç kəsəm. Yəni mən gedib bütün nə kodu yaza biləcəyəm, hamısını tək öz başıma, nə training eləyə biləcəyəm, nə inteqrasiyalara tək öz başıma eləyə biləcəyəm. Düzdür, eləyə bilirəm. Özüm texnikiyəm. Bunun bir çox hissəsini eləyə bilirəm, amma o sürəti qazana bilmərəm. Bunun üçün də buna inam lazımdır. Bu inama da elə bir qayda qoymaq lazımdır ki, komandada, disiplin üçün. Mən artıq deməyim ki, uşaqlar bugün bunu eləmək lazımdır, sabah bunu eləmək lazımdır və komanda özləri hər bir proyektin özünün strukturunu özləri yerləşdirməlidirlər. Yəni o komanda olmalıdır. 100%. İnvestorla necə danışırsınız ki, pul ala bilirsiniz? Çünki bəzən investorla danışıqda startapçılar problem yaşayırlar. Bayaq bir də dediyim kimi investora pitch eləmək düz deyil. Investorla danışmaq lazımdır. Fikirləşin ki, siz ailə qurmaq istəyirsiniz. Gedib hər yoldan keçən qızın dalıyca düşüb demirsiniz ki, gəl nə olar mənlə evlən də, nə olar qurban olum mənlə evlən. Bəzilərimiz bəlkə eləyir. Amma o milyonda bir ehtimaldır. O çox çətindir. Hansı qız gəlib sənə deyəcək ki, aha gəldim mən səndən ailə quracağam. Mümkünatsız olan bir şeydir. Bunun üçün date eləmək lazımdır. Bunun üçün özünü bazara gətirməyin lazımdır ki, nə bilim, gedirsən bir partiyə, gedirsən bir yığıncağa, gedirsən hətta bir işə, orada özün çıxış eləyirsən, sən digərlərindən yuxarıda durursan ki, o investor gəlir sənə, dostum Yaqub, sən nə işlə məşğulsan, elədiyin iş bizə maraqlıdır, bir balaca məlumat verə bilərsən və artıq pitch eləmədən kiçik kommunikasiya olur. Kommunikasiya olandan sonra əgər bunlar maraqlıdırlar sənə, səndən istəyirlər data roomu. Data roomun içərisində artıq pitch deck-in də var, sənin maliyyən də var, IP dataların və s. də var. Bunları verirsən, bunlara özləri due diligence eləyirlər, geri dönürlər. Amma bunu verməmişdən qabaq da gərək sən investora vaxt qoyasan. Bunu verirəm sənə, 48 saat içərisində mənə geri dönməlisən. Geri dönməsən bağlayacağam o datanı sənin üçün. Yəni hər şey velocity, sürətə bağlıdır ki, bu sürəti nə qədər tez yarada biliriksə, o qədər tez nəticə əldə edə bilirik. Yəni strateji düşünmək lazımdır da. Təbii. Pandemiya dövründə $100,000 bir venture fond qurursunuz, bir ortağınızla bir yerdə. Amma 2 həftə sonra işi qurandan sonra uzaqlaşırsınız. Deyirsiniz ki, yəni investor olmaq mənlik deyilmiş. Nə idi fərq? 100 milyonluq bu arada. 100 milyonluq. Aha, bəli. Gəlin onda düzəldim, təzədən qayıdım. Qoyun davam edək. Belə bu daha səmimidir. Aha, 100 milyonluq. Aha. 100 milyonluq bu venture fondu qurduq. Bir neçə həftə içərisində Houstonda, Texasda yenə. Amma burada mən özümü tapa bilmədim. Tapa bilmədim nə üçün? Venture investorlar bir çox hallarda hamı ilə danışmalıdırlar və hamıya
necə deyirlər, biraz siyasi olaraq çox sağ ol, nə qəşəng ideyadır, bu nə gözəldir deməlidirlər ki, kiminsə xətrinə və kefinə dəyməsinlər. Bunu mən eləyə bilmirəm. Yəni hətta bəzən intervyular olur ki, kimsələr gəlir deyir, çox quru danışır, çox aqressiv danışır, çox birbaşa danışır. Bu mənim şəxsi necə deyirlər, şəxsiyyətimdir, fərdiyyatımdır ki, mən yalan danışa bilmirəm və öz emosiyama yalandan siyasilik və ya nəzakət gətirə bilmirəm. Yaqub Rəhimov budur. Onun üçün də orada mən özümü tapa bilmədiyimdən ayrıldım. Risk götürməsən uğurlu ola bilməzsən demisiniz. Bunu hətta deyəndə bir emosiyalarınızı da gördüm üzünüzdə, videodakı onu necə vurğulamısınız. Hansı riskləri etmisiniz indiyə qədər? Düzdür, müəyyən qədər həyatınızdan danışdıqca biz görürük ki, hansı addım atmısınız, məsələn, ölkə xaricinə köçməyiniz, hansısa layihəni başlamağınız və s. Bəs ümumiyyətlə, bəlkə də çoxumuzun bilmədiyi, bəlkə daxilən sizin özünüzün bildiyiniz hansı risklər var ki, onlara getməsəydiniz uğurlu olmazdınız? Mənim üçün düzü, bəlkə də bəziləriniz güləcəksiniz burada. Həyatımda atdığım ən böyük riskli addım ata olmaqdır. Çünki ata olana qədər dünyaya dünya kimi insan baxmır. Nə olar kimi ilə yanaşırıq. O nöqtədən sonra artıq görürsən ki, artıq hər addıma diqqət eləməlisən. Özündən sonraki gələn var. Və bu ata olmaq ailənin yanında olmamaq şərti ilə ata olmalıdır. Yenə də bəziləriniz deyə bilərsiniz ki, nə olsun, ata olmusan. Fikirləşin, bu ABŞ-da nə ana var, nə ata var, nə qaynana var, nə qaynata var. Bəli. Heç bir tanıdığım bir nəfər yoxdur və iki tərəf də işləyir, ata da işləyir, ana da işləyir. Bu uşağa necə bir tərbiyə, bayaq biz başlandı dedim, mən olmağıma əsas nöqtəm anamdır. Necə bir tərbiyə verək ki, onun sabah həm nəzakətli olsun, yəni arrogant olmasın, belə kinayəli olmasın, insanı başa düşən biri olsun. Həm stratejik olsun, həm də ağıllı olsun. Yəni hər şey buna pul verimlə olmur. Bizim evdə misal üçün televizorumuz yoxdur. Fikirləşə bilirsiniz, bu texnologiyada işləyən biri üçün evdə televizorun olmamalı. Yəqin ki, sizdə var, hə? Var, amma o qədər də baxılmır. Hər evdə vardır. Bəli. Yəni bizdə evdə televizor yoxdur. Səbəbi nədir? Uşaq ABŞ-da şahmat birincisidir öz yaşı arasında. Hətta onu da deyim ki, dünən Şəhriyar Məmmədyarov sağ olsun, onunla bir kiçik oyun oynayıbdı. Şahmata meyli var, digər tərəfdən riyaziyyat meyli var. Özünün bu arada tjstorytime.com adlı özünün yaratdığı bir web saytı var. 7 yaşı var şu an bu arada. Biz buna çalışmışıq ki, onu öyrədək. Bizdən sonra öz addımlarını bizdən asılı olmayaraq ata bilsin. Ona görə ən riskli addımımız o olub. Çünki mən özümü heç vaxt bağışlaya bilməzdim ki, necə mənim ailəm mənə diqqət yetiriblər, adam olmağım üçün, insan olmağım üçün əziyyət çəkiblər. Mən özüm də bunu öz uşağımda görməliydim. Bayaq da o mövzuya toxunduq. Həmişə də onu qeyd etmisiniz ki, ağlı başında olan adam təsisçi olmamalıdır. Yəni bu bir dəlilik işidir. Yəni bu təbii ki, orada başqa bir mənadadır. Mənə maraqlıdır. Bunun o yaxşı mənada olan dəliliyin əlaməti nədir? Məsələn, sizdə hansı əlamətlər var ki, və yaxud bəlkə başqa təsisçilərdə gördüyünüz ki, bu olmalıdır insanda? Bir çox əsas dəli founderlar hər hansısa bir problemi o qədər bağlanıblar ki, həftə sonu olsa belə bununla məşğuldular. Gecə 2, 3, 4, 5 olsa belə bununla məşğuldular. Yəni yemək yeməyib bu problemin həllini axtarırlar ki, necə həll etmək lazımdır. Dəliliyin əsas əlaməti odur ki, ağlından çıxara bilmirsən bunu. Digər founderların hər biri hər kəs kimi gedib hardasa işləyə bilər. Maaş ala bilər və bir çox halda çox böyük rəqəmlə maaş ala bilərik. Amma məsələ o pulda deyil. Hər kəs görür, əsasən gəlir ki, partlatmısan deyirlər Azərbaycanda. Partlatmaq məsələsi deyil. Biz hələ çatmamışıq, hələ başlamamışıq. İndi başlayırıq. Problemi həll eləmək də əsas məsələ. Dəliliyin əsas əlaməti odur.
ən pis dəliliyi də bu arada mənim o 2019-da elədiyim dəlili idi ki, bundan da daha yaxşısını eləyəcəm, satmıram, sonradan gəlib daha aşağısına satmalıdır. Yəni bəzən any exit is a good exit məsələsinə gəlirik. Nə exit eləyirsən elə, amma exit elə məsələsinə gəlirik. Onu da görüb və tapa bilmək lazımdır. O deyir sizi, məsələn, təklif gəldi, satmadınız, amma sonra daha aşağı qiymətə satdınız. İndi poliqrafa təklif gəlsə satarsınız? Bir dənə sıfırı da artıq gəlsə, bəlkə. Bir neçə belə deyək, layihə qurmusunuz, satmısınız. İndi də bir başqa layihə üzərində işləyirsiniz. Maraqlıdır, işçilərin maaşını verməyə həmişə pulunuz olub? Bəzən olub, bəzən olmayıbdı. 2 dəfə çox böyük problemimiz olub bizdə. Bir, 2015-də bayaq qeyd elədiyim kimi ikinci şirkətimizi quranda, orada fikirləşin işdən ayrılıram, mən platforma var, onu alıram. Bütün nə savingim varsa hamısını ona xərcləyirəm və axmaqcasına xərcləyirəm ki, pul gələcəkdi. Mən bilirəm gələcəkdi. Və bu vaxtda da ailə həyatı qururam. Ailə həyatı qururam və biz honeymoon deyirlər, bu balayıdır səhv eləmirəmsə Azərbaycan dilində. Planlayırıq ki, dekabrda biz balayına gedəcəyik. Dekabrın axırı gəlir, balayına getməliyik. Bir dənə bilet almışıq vəssalam və pul qurtarıbdı sıfır, heç nə yoxdur. Artıq o nöqtədəyəm ki, işçilərə yazıram ki, bu ay sizə maaş verə bilmirik, qurtarıbdı, heç nə yoxdur. Yoldaşıma deyirəm ki, getməyinə gedə bilərik, amma getsək yəqin ki, hosteldə zadda bir yerdə ən ucuz nədirsə onu tapıb qalmalıyıq. Dekabrın 22-si ya 23-ü getməyimizdən, təyyarəmizdən bir gün qabaq ən böyük müştəri gəlir, $120,000 təqribi aşağı yuxarı ödənişini eləyir. Yəni birinci orada necə deyirlər, çox çətinlikdən keçmişik. Çətinlik dediyim yaxşı qurtarmışıq. Amma poliqrafın özündə misal üçün biz keçən il bəzi işlərimiz vardı ki, düşündüyümüz kimi getmirdi. Mən də investorun pulunu alıb sonra işi bağladıq kimi eləməyi də istəmirdim. Bu mən içimə sığdıra bilməyəcəyim bir nöqtə idi. Bunun üçün keçən il misal üçün mən öz maşınımı satıb işi qaydasına qoyub, qaydasına qoyduqdan həmən sonra da fundraising eləmişik bu arada. İndi də maşınım yoxdur. O olmamağının səbəbi də o məsələni yadımdan çıxartmamağımdır. Ki bu maşın olmamağı başa salmalıdır ki mənə hər şey asan olmayacaqdır. Çətinliklə ol, çətinlikdən keç. Başa düş ki, işçilərin özü də bəlkə o çətinliklərdən keçirlər. Onların da ailələri var. Digərlərini başa düşmək üçün ən yaxşı şeylərdən biri budur. Bəlkə də bu işin ciddiyyətinin dövründə biraz da bir zarafat yana bir suala keçək. Mən sizin videolarınıza baxanda bir 8 il əvvəlinki və s. də baxdım. Orada məsələn saçlarınız yerində idi. Və buradan bir məndə ilk təəssürat yandı. Hətta yoxladım ki, həmin şəxsdirmi? Girdim LinkedIn-də köhnə şəkillərinizə baxdım ki, birdən olar ki, hekayəndə səhv nəsə tuta bilərəm. Və orada məndə belə ilk təəssürat yarandı ki, startap çox stresli işdir. Bir iş qurmaq və bunu böyütmək və bu insanın həqiqətən də, yəni saçınızın tökülmə səbəbi həqiqətən bu startapın verdiyi stresdirmi? Baxın, poliqraf, siz eləmişsiniz bunları. Bu zarafatdır, amma bəlkə də bəzən insanda müəyyən yaş dövrü olur, təbii olaraq olur, amma elədiyimiz işdə bizdə elə yerlər var ki, indiyə qədər heç bir Azərbaycanlı getməyibdir. Mən sizə şəkillər göstərə bilərəm ki, dünyada yoxdur o şəkil. Yəni getdiyimiz nöqtələr var, işlədiyimiz nöqtələr var ki, rəsmi olaraq belə bir yeri yoxdur. Və o yerə girmək üçün, o nöqtəni eləmək üçün çox çətin proseslərdən keçirik. Bəzən deməyək, bir çox hallarda indiyə qədər o işi eləyən, indiyə qədər Azərbaycanlı kimsə olmayıbdır. O hansı, bəlkə bir-iki nümunə gətirəsiniz? Misal üçün, ABŞ dövləti ilə işləmək, texnologiya vermək, biz müdafiə sənayesində və s. fəaliyyətlərimiz var ki, bunların heç birini indiyə qədər bir dənə də olsun Azərbaycanlı o nöqtələrə gelib çıxmayıbdır. Mən may ayında misal üçün, iyunda
səyahətlərdə olmuşam ölkə daxilində əsasən. May ayında üst-üstə yığsaq 6-8 dəfə, 6-7 dəfə konqresdə olmuşam. Bir neçə dəfə Ağ Evdə olmuşam. Bu sadəcə nümunələrdir. Bir neçə dəfə müəyyən yerlər var ki, onlarda olmuşam. Bunları eləmək çox çətindir, həm də bürokratik də eyni vaxtda. Bürokratiya sadəcə kağızdılar, amma o kağızları doldurub doğru düzgün nöqtəsini qoyub stressini buraxmaq ən çətin nöqtələrdən biridir. Yəni heç də asan, kiçik məsuliyyətlər deyil. Məsuliyyəti belədir ki, mən səhv eləyəndə tək Yaqubun səhvi olmur. Burada poliqrafın arxasında onlarla hətta 100-ə yaxın deyək ailə var ki, bizim işimizi yaxşı olmağı onların masasının üstünə yeməklərini verir, onların həyatını qaydasına qoyur. Plus ondan savayı mənim direktorlar şuram var, hansında ki nəhənglər oturublar. Misal deyək, OpenAI-da kiber təhlükəsizlik məhsulunun rəhbəridir bizdə direktorlar şuramızda. Proofpoint-in general direktorudur köhnədə olsa. Milyarder Spencer Toll'dur, Allegis Capital'ın rəhbəri. Mənim bunların hər birinə öhdəliyim var və eyni vaxtda da investorlarımızın hər bir səhvliyə və doğruluğa mən raport verməliyəm. Bu raportun səbəbini göstərə bilməliyəm və müdafiə deyil bu arada, bir yerdə yolunu tapa bilməliyik. Onlar mənim yol göstərənlərimdir, mayakımdılar deyək. Bu ən çətin stres verən nöqtələrdən biri odur ki, mən fikrimi onlara necə düzgün çatdırım ki, səhvlik deyilən bir şey olmasın. Səmimiyyət üzərinə olan. Ümumiləşdirsək, ümumilikdə hazırda poliqrafla bağlı hədəf nədir? Çünki bayaq dediniz açıqlamadığım bəlkə qarşıda. Ümumiyyətlə hədəf nədir? Biz poliqrafda belə fikirləşirik ki, məxfilik hər bir şəxsin özünün hüququ olmalıdır. Hər birimizdə hazırda telefon, kompüter və s. digər alətlər var. Və bu alətlər daimi olaraq bizdən məxfi dataları, fərdi, privat dataları götürürlər. Və bu dataların hara getdiyini heç birimiz kontrol edə bilmirik. Poliqrafın da məqsədi odur ki, bu kiçik dil alətləri ilə o telefonlar olsun, IoT-lər olsun, hətta televizorlar olsun, onların daxilinə biz bu kimi məxfi dataların, məlumatların kontrol etməyə köməklik göstərən solutionlar gətirək. Biz bunu bu arada cəmiyyət üçün eləmək istəmirik. Biz bunu dövlətlər və böyük şirkətlər üçün eləmək istəyirik. Çünki cəmiyyətdə bir çox insan onsuz fikir vermir. Bu datalar əsasındadır həyat qurulub onsuz. Amma fikirləşin, müdafiə sənayesi olsun, fikirləşin və ya hər hansısa böyük bir şirkət olsun, onun məxfi datası harasa gedirsə, fikirləşin, qoşulursunuz Zoom zənginə, oradan bir dənə AI note taker çıxır, bütün hər şeyi bizi qeyd edir, harası göndərir və bunun əsasında biznesimiz dağılır, gedir. Bu kimi şeylər aradan qalxmalıdır və bunu kontrol etmək birbaşa alətin özündə olmalıdır və biz bunun üzərində işləyirik. Hazırda poliqrafın həmin istənilən bir alətdə işləməyi üçün 8 GB-lıq RAM-lə 1.3 GHz CPU-ya ehtiyac var. Biz bunu bir balaca da azaltmağı üstündə işləyirik ki, bu arada bu rəqəmi istifadə eləmir. Bu rəqəm olan yerdə işləyə bilir. 40 ilə 110 megabayt RAM arasında da RAM istifadə eləyir. Biz bu RAM-in istifadəsini 25-60 megabayta çatdırsaq, artıq bu demək olacaq ki, bu saatdan tutmuş hər yerdə poliqraf istifadə edə bilərik və məxfilik, dataların qorunması, ətəklərin tapılması kimi problemləri anında, canlı olaraq və bu alətin özündə olmaq şərti ilə dayandıra bilərik. Yəni deyirsiniz ki, zamanla əslində şirkətlərimizin hamısı da əslində buna ehtiyac duyacaqlar. İndinin özü belə duyurlar. Sadəcə bilən və bilməyənlər var. Çox sağ olun Yaqub bəy. Xoş oldu sizinlə həmsöhbət olmaq. O əvvəldə qeyd etdiyim o bir məsələ var idi. O suala da qeyd eləyək. O 8-9 yaşında məktəb dövründəki o aktivliyiniz var idi. Həmin dövrdə ətrafınız sizlə bağlı nə fikirləşirdi? Həqiqətənmi düşünürdü ki, Yaqubun gələcəyi parlaq olacaq? Böyük ehtimal yox. Niyə sizcə? Çünki onu görmək bəzən
Görmək deyil də Görmürlər. mən həmişə sakit olmuşam. Məktəb vaxtı və ortada dediyim Bəli. kimi danışıq qüsurum olubdu. Ona görə çox danışmağa çalışmamışam. Danışanda bizim dildə deyirlər pəltəklikdə, Bəli. pəltək kimi sözləri deyə bilməmək var və s. olurdu. Və bunda həmişə gülüş mənbəyinə çönmüşəm o uşaq vaxtı. Ona görə çox o qədər də heç kəs mənim nə elədiyimi, nə fikirləşdiyimi heç görməyiblər. Bəs nə vaxt gördülər? Bilmirəm, onu onlardan soruşmaq lazımdır. Zarafatsız o məsələni necə həll etdiniz ki, artıq o qüsur aradan qalxdı? Dediniz, deyəsən ölkə xaricinə getdikdən sonra oldu. Düzü necə olduğunu heç özüm də bilmirəm. ABŞ-a gedib Flex proqramından qayıdandan sonra yox olub getmişdi. Yəni orada belədir ki, heç kəs sənə gülmür, heç kəs istədiyin kimi ola bilərsən, istədiyin ola bilərsən, nə istəyirsən ola bilərsən. O bayaq bir məsələ dediniz ki, artıq ətrafdakıları duymamağa başlayandan sonra, o müsahibədən öncə biz danışanda, bəlkə elə bütün problemlərin həlli əslində ətrafdakıları çox duymamalıyıq. O noise deyilir də, bu səslər, ətrafda olan səslər ki, bizi məqsədimizdən yayındırırlar. Hardansa səs gəlir, çönüb ona baxırıq. Bu çox əhəmiyyətli nöqtədir, əsas da biznesdə. Biznesdə bir şey eləyirsən, sabah bir dənə maraqlı bir şirkət çıxır. Çönüb ona baxırsan ki, bəlkə mən də onu eləyim. Bu noise yaranır. Bunu eləmək düzgün deyil. Bəlkə də siz haqlısınız. Bunu gələcək göstərəcək. Əlbəttə. İnşallah ki, gələcəyi daha uğurlu olar şirkətinizin, sizinlə bağlı da daha belə deyək də o milyardların daha çox olduğu yazılar, müsahibələr edərik. Gələk milyarda çataq, ondan sonraki nə eləyərik? Mən inanıram ki, ona çox az qalıb. Çox sağ olun. Çox sağ olun Yaqub bəy, xoş oldu sizinlə həmsöhbət olmaq.